Şey var ya Məhəmməd Yəli. Bütün nəxirlər mənə deyir ki, nə oldu ha bu qədər, sən nə oldu, bu nədir? Ya Məhəmməd Yəli, başlayaq. Başlayaq. Deyirəm, mən onun prikol var, ona görə demişəm, ay yox, brat demək olmaz ad belə. Başlayım da mən şey dedim, ay yox, sən. İndi də başladı ona ya Məhəmməd Yəli. Yox, da var, bütün nəxirlər çümüş üstümə inansa. Qaraçıqla gedirəm cüməyə qədər. Axı, o bir dənə söz video var, orada deyirsən ya Məhəmməd Yəli, onu nə deyim? Deyim ha, elə belə deməyəcəm də. Hər birini salamlayıram. Deməli, bizim ənənəvi qonaqlarımız, motivator timin, bizim komandamızın idmançılarımız, həm də Azərbaycan fərqləri MMA-da öz sözünü demiş idmançılarımız Vüqar Kərimovla Mehman, familya neysə? Məmməd. Hə, Mehman Məmmədov. Yaxşı ki, adı zor. Zarafat deyirəm. Mehman Məmmədov bizim efirdədirlər. Hər birini salamlayıram. Bu günləri çox fərqli bir veriliş olacaq. Həm Vüqarla, həm Mehmanla çox maraqlı olacaq. Çünki biz sizdə Mehmanla Vüqar bir efirdə olanda həm maraqlı olur, həm insan pozitiv olur, nastreniya artır. Yəni verilişin sonun gözləyir, Mehman o biz axırda soyundular. Formadasan da yəqin ki. Bədəni göstərəsən, preslər göstərəsən. Yox, presindən biləcəkdə formada yoxsa yox da. Yox, presnet var, pres. O verilişin axırında, yəni bu verilişin axırında azı bir neçə kalori atacaqsan. Bu rahatdır. İnsan danışanda çoxlu kalori atır da, yəni onu bilsən də yəni. Hə, deməli vəziyyət necədir? Vəziyyət odur ki, Vüqar bu yaxınlarda Yaponiyada döyüş olmalı idi və hansı səbəblər olub, əksəriyyət bilir. İstərəm efir vasitəsilə də Vüqar necə oldu, nətər olub barədə danışacaq. Bir də ki, yayın 24-ü inşallah Mehmanın Yaponiyada Grand Prix'si var. Çox maraqlı Grand Prix olacaq. Bəzi idmançıları oradan tanıyırıq. İnşallah barədə danışacaq. Çox güclü döyüşçülərdir. Birini görmüşəm. Döyüşün Akif Quluzadə ilə vuruşurdu. Akif'in birinci döyüşündə. He's going up the middle. Furious combinations connected to the chin with that right hand. Oh, as he lands a beautiful hand combination to a head kick. Ruling Sana. Motivator Fitness Club sizin daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Club. Ümidimiz dişmişik Mehman'a da. Çünki bütün zal gözləyir Grand Prix çempionu olsun inşallah dəyişilməsin. Bax, mən buradan deyirəm. İnşallah Grand Prix'nin çempionu olsun. Bax, buradan deyirəm biləs. İnşallah 24'ü Grand Prix'dir. Mehman Grand Prix'nin çempionu olsa, elə bir qonaqlıq verəcəm Olsa ki. nə deyir? İnşallah Yox, inşallah olacaq. Yəni mən deyirəm də, yəni necə olacaq, yaxşı olacaq. O Ruslan mənim o söz xoşuna gəlmir də, bilsən də özündə, yəni hə. Olacaq inşallah, indi Allahın köməyinə. Yaxşı, olmasa o sən nə bilirsən? Olmasa qonaqlıq elə belə yerdə olmayacaq yəni. Sənə kimi dörd dönərlə qonaqlıq verəsən. Sıcak döner sıcak. Buyurun buyurun. Sən dönər qonaqlıq. Normal. Ha, yaxşı qulaq as da. İndi o da dönər elə belə dönər almır da, yəni normal dönərdə söyləyir. Yəni çox dönər yox, dönərlə ayran almır. Təsəvvür ki, aeroportdan düşürsən dönərlə ayran verirəm. Sənə ki gəlib budursan qonaqlığını. Yox, biz sən inəcəyik. Götürəcək bir dənə qəşəng bax, normalni. Yəni maraqlı olacaq da. Prezentasiya zalı, yəni yaxşı olacaq. Hər şey demək olmaz da. Salam vaxtına. Yəni mən söz deyirəm ki, həqiqətən bax necə xoşuma gəldəsən. Sözüm mənim savunum yoxdur. Yəni elə belə bir şey olmayacaq da. İstəsən bəlkə rayona da gedə bilərik. İstəsən Bakıda da eləyə bilərik. Yığacaq inşallah bütün bizim dostlarımızı, bizim komandamızı motivasiya. O elə qeyd eləyəcək ki, inşallah. O həmin o yerə indidən uca yazın ki, kimlər gəlmək istəyir də, yəni inşallah o kəmərlə şəkil çəkdirməyə. Yəqin ki, inşallah yəqin o qonaqlıq şeydə olar da, Novqoddan sonra yox, rahat. Yox, Novruz bayramı zaten hardasa, Novruz bayramı üçün. Yox da yeni ildən sonra. Yox, yeni ildən sonra nə deyir? Mən sənə deyim də, mən vaxtı deyim sənə. Hə. İnşallah Vüqar dekabrda broşür elə o vaxtda salarıq diyeta vaxtına. Hep soyutma toyuğu yiyəcəm, təcək yiyəcəm. Yəni bir dənə şey danışaq da, yəni belə danışaq. Yəni həmin o qonaqlar elə bir udmuşuq da ucu. Elə belə ucu udmuşuq da. Bax görsən bu Vüqar elə danışırıq ki, vaxtı təyin edirik də. Gəl vaxtı təyin edirik, normal verilişimiz başlayaq. Hə indi hamıya maraqlı veriliş yox, indi o qonaqlıq olacaq ki, necə oldu? Oradan çəkişlər. Əslində mən sizə bir dənə söz deyim də. Əslində işləyən budur. Mən söz verirəm ki, bir dənə kəməri gətir. Gör nə olacaq da. Mən sənə söz verirəm də bunu ki, hə, bax hamı uyğundur da, düzdürmü? Bax, dəhşətli rayon indi olmaz şəhərdə olar, yəni yaxın olsun, hamı gələ bilsin. İndidən yazın da kimlər ki orada
gəlib iştirak eləmək istəyəcək. Həm də ki, yazmaqdan başqa da mehmanın qalib olacaq yoxsa yox, o da mənim üçün maraqlıdır. Bizim dostlarımız fikirlərinizi qeyd edə bilərsiniz mehmanla bağlı. Necə söhbətdir? Qəşəng. Qəşəng. Gəl birinci Vüqardan başlayaq. Keçmiş olsundan. Sonra keçək sənin mövzuva ki, Grand Prix-də necə oldu, nətər oldu, təklif aldın. Kim təklif elədi, kim yazdı, kim yığdı? O mən bilirəm. Hamıya maraqlıdır. Yəni Vüqar, bilirik ki, zəhərlənmə burada olub, heç kəsə deməmisən, demisən ki, yəqin gedərəm, düzələrəm. İstəyirəm o barədə məlumatı geniş verəsən ki, necə oldu və nədən zəhərləndin? Mən bilirəm, prosto bir çox insan sənin döyüşünü gözləyirdi. Və ilk dəfə olub da belə bir şey, gedmirsən, döyüşməmsən. İlk dəfə olub, bəli. Prosto ki, indi adam diyet olanda orqanizm biraz zəif olur. Çünki sən tam yağlı yemələ yemirsən, duzlu yemələ yemirsən, bəli insanın bədənində duz olmayanda onun immuniteti zəifləyir. Və ona görə mən də necə deyim sən, soyutma ətindən bir şey suyun elə bir şey qaynadıb içmək üçün limon sıxırdım, bir dad olmasın, okus tökürdüm. Heç kəs onu eləməsin, ancaq Vüqar eləyir onu. Hə, heç bir məsləhət görmürəm. Günlərdən elə bir ki, dozunu artırdım okusun. Son günlərdə elə bir ki, bədən istəyir nəsə belə tuş belə bir şey yeyim. O suyu biraz çox tökdüm arası. Bir stəkana bu qədər okus tökdüm. İçdim nəsə yaxşı idim. Sonra axşam gördüm pisləşdim biraz. Səhəri getdim məşqə. Məşqdə indi yəqin mehman yeməli gördülər. Yəni ki, məşqdə o deyildim. Yəni ağlım pisləşmişdi. Bir saat məşq etdim, getdim evə. Axşam uçuruq saat 10-da. Getdim evə necə söndüm qalmışam. 3 saat yatmışam. Durdum, sumkamı yığa bilmədim. Kömək elədilər, sumkanı yığdıq elədik. Dedim düzələrəm. Dedim yəqin çəkisi alıram. Nəsə vəziyyət pisləşib. Getdim, aeroporta getdi, yenə samolyoda pis gündür yəni. Ruslan mənim xəbəri yoxdur. Ruslan orada biraz bildi, mənə dedi ki, rəngin ağarıb sənin. Nəsə mən də ögürdüm, ilirdim, nəsə şey elirdim. Dedi ki, nəsə xoşuma gəlməsə, dedim ki, normallə düzələcək də, yerim çatım, yəqin yorğunsuzdan. Samolyoda da elə yatdım, şey elədim. 12 saat 1, 11 saat 1, 3 saatda 1, 14 saat samolyoda biraz o da mənə naqurska oldu, bilmirəm. Getdik, çatdıq aeroportdan, mən evi ki, Vüqar yoxdur. Yəni, nə halım var, nə bir şey var, ancaq qaytarırdım, eləydim. Yəni, su içirəm, qaytarıram. Yəni, limon suyu sıxıram, içirəm, qaytarıram. Nəsə, belə bir şeydir. Sonra getdik, orada analiz verdi. Yoxaldı, əllə ki, zəhərlənib və döyüşə çıxa bilməz. Bu fotosessiyadan sonra oldu, deyil? Hə, fotosessiya. Sən fotosessiyada, yəni çıxdın fotosessiyanı elədin. Elədim, elə bir ki, gedirdim, çəki salınmağa, orada gördüm ki, halım yoxdur. Yoxaldı, elədilər, ki, bəs zəhərlənmədi. O şeylə danışdım mən Ruslan mənimlə, elə bu barədə danışanda deməli özü dedi ki, elə getməyimiz yaxşı oldu ki, orada gördülər ki, bu zəhərlənmədən analiz verir. Biri var ki, bu adam döyüşə bir neçə gün qalmış deyir ki, mən gələ bilmirəm. Orada cərimə zad olur da məsələn. Cərimə olur yoxsa necə? Yox, cərimə bizdə kontraktda olur cərimə. Yəni ora getdin, getmədin, döyüşə 1-2 gün qalmış, çıxmadınsa. Son bir həftədən söhbət gedir də. Son bir həftədə. Bir həftədə çıxmadınsa cərimə olur, düzdürmü? Sən cərimələdilər? Yox, mən cərimələdim. Səbəb daydayım var, yoxsa nətər tapşırıqlar? Səbəb odur ki, mən o orqanizasiya çempionu olmuşam və öndə gedən idmançılardan biriyəm və ona görə mənə ki, gəl sən bir dənə sıxım onda. Yəni keçdilər. Bəlkə ağzıma gələn yemədim. Amma bu kasıb olsaydı, bu marş satırıb bunu. Mənim qardaşım. Açqını da taxıb. Çox məs olmuş. Yox, baxıb bir dənə baxım, görüm necə çıxdı bir dənə. Gözdən girib içəri. Göz minuslu, pluslu. Hə, pluslu. O gözləmiş oldu. Bu nədir? Minuslu yoxsa plus? Yəni adidir də, yəni bu imicdir. Çox bəs olmuş. İmicdir. Və salanda açıq tapmaq lazımdır. Ya, bilməm gələk. Həm də sənə yaraşır, biraz. Fikri özünə gedib də. O üçün Vüqar, elə oldu ki, dedin... İndi inşallah o həmin döyüşü, elə bir ki, rəqib inşallah ki, çox kimi gələm, bilməm, ya o olacaq, ya başqası olacaq. Dekabrın 31-i verdilər mənə yarış. Onu da ki, inşallah bazar günü gedirəm, sonra bilet aldılar, gedirəm Dağıstana. Orada 3 həftəlik zbor keçib, qayıdacam Bakıya, çəkim düzəldim, inşallah dekabrın 31-i vuruşuram. Bir dənə məsələn sual verin, bir çox dostlarımız söhbət gedir, idmanda olan uşaqlardan gedir, dostlarımızdan, hansı ki, sən, necə deyirlər, o qələbəvi, yəni uğurlu, sevinən adamlardan söhbət gedir. Yəni, sevinən də var, sevinməyən də var.
Səndən danışmıram. Sən demirəm. Yəni Sən demirəm. yaxşı görmüsən Nesevə getmişəm. Ha, yox sən, yox mehman elə olanda ki, qardaş. Mehman elə olanda ki, qulaq as. Döyüşü uddum. İkimiz getmişdik sekundantlığa gəlmişdik. Ruslan da almamışdı. Ən çox sekundant gedən budur hamı ilə. Rafaellə gedir. Ayağımda yüngül. Hamı ilə gedir. Ben bunu deyinən də, bunu deyinən də. Bir daha umutla ki bu dəfə getməmişdim bax. Ha, bu dəfə getməyib də qardaş. Ondan qabaq sən getmişdin ki, sən ondan qabaq getməmisən axı. Getməmişdim. Yox. Yox, ondan qabaq 2 döyüşün arasında sən getməyib də. Rəfət gedir mənə. Ha, yəni sən getməmisən. Döyüşü uddum. Neydi adı? Mehman sekundantda axır. Heç də getdi mehman qucağım. Mehman götürdü mən boğaz yedim. Mehman buraxmadı. Mehman Marshall kimlə gedibsə bugünkü gün sekundant olubsa, udzan olmayıb da qardaş. Ha yox. Kimlə udzmusan? Heç mi? Bir dəfə səninlə Bəhram gedib Rəcəbzadə, o da Özü getdi, özü uduzub. Uduzdu, o da verdilər ona. Mən udmuşdum, vermədilər mənə. Mən onu deyirəm də. Bəhramı demirəm. Mən səni deyirəm, sən udmuşdun, vermədilər. Bəhram dava saldı orada. Ronaldo gələndə Mehman o vaxt 35 yaşı var idi. Mehman indi 46 yaşı. 46 yaşı var. Mehman neçə yaşın var Mehman? 37. 37. 10 yox, 10 il, Yalan 27 yaşı. başladı, 10 il var da, onun şəklidir. 27 yaşı olmaz 10 il librettir də var da. Mən sən bir dənə 37 yaş idman üçün qardaş indi o rezultat deyil. 37 nədir ki indi? 37 yaş əsas o deyir insanın o ürəyidir də, başı yəni psixoloji. Mənə elə gəlir ki, bazı biri 6-7 ildə elə bu belə gedişatla elə nə qədər fikrim var. Mən elə döyüşəcəm də gedir də. Gedir. Hələ nə vaxta kimi Grand Prix götürsən psixo qardaş. Grand Prix götürdün azı bir 50 yaşına kimi döyüşəcəksən. Keçən həftə bir dənə döyüş oldu. Vener Qaliyevlə Marad Balayev. 49 yaş birinin, 51 yaş birinin. Правый прямой. И пошатнула здесь Венера Галиева. Левый короткий. Все! Этот поединок завершен левый короткий. Sən o döyüşə bir dənə bax. Allahın olsun bu 30 yaşlarda min dəfə yaşlı. O motivator desən də balaya. Ha. Yəni Allah'ın motivatora olsun. buradan salam deyirik. Həqiqətən halal olsun. Yəni Yəni adamın ki- adı motivatordur qardaş. Ona görə bu yaş Yəni döyüş idi. yaş yəni yenə deyirəm, hər şey beyindədir. Vallahi Bəli, deyirəm. bəli, bəli. Bu qədər özün yaxşı bilsən də mən sizə nə deyim. Burada insan beynində okey, deyir mən vuruşu deyil, Cristiano Ronaldo 41 yaşı var adamın. Baxırsan ki, adamın əlbəttə 27 20. O verdiyi nəticəni indiki cavanlar vermir də. Yəni bu reallıq budur. Ona görə insan gəlib pastayla üzərində işləsin. Bir də ki, o səndə neçədir? 33, 34. Bu da gəlib. 33 yaş var. Azdır. Kimdə bu qarda? Mən sən bir dənə söz deyim. 33, 34. 33-dən ən şey vaxtı da, ən Yaxşı yüksək vaxt. vaxtı. Kimi yəni motor 23, 23-də 2-3. Ha, yəni bütün gün məşqdə də qaqaş gedib hər gün məşq eləyir. Yəni niyə Bir sən də adam məşq? ki uksuz. Uksus. Yox, uksus bilmirdim. Mən bildim. Bir də prob eləyəcəm. Biraz bir yüngülvari prob olacaq. O da yenə deyirəm. Yəni bilsən necədir Mehman? Özün indi satırsan da, bilsən ki, adam ac olanda, adam da sənin o heç üçün baxmır da, xeyirli, ziyanlı idi ki, bu nəticə nə eləyir. Biraz dad olsun deyə. Rəqiblə görüşdün orada. Görək. Heç görmədin rəqib. Bir dənə fotosessiya oldu Füsoda. Ondan sonra fotosessiya görmədim. Ayrı vaxtlarda xərən öz saatı. yağlar söhbət edirdim. Deyim ki, dostlarımız bilsən nə deyirlər ki, məsələn, sən gedirsən ora Yaponiya, fərq etməz də siz gedirsiniz bax bu Yaponiya. 3-4 gün qalmış gedirsiniz də. Mən burdan hardasa uçanda tutalım Moskvaya, yaxud hansı bir yaxın bir yerə, nə bilim, Maxaçkaya. Adam yorulur da istər-istəməz də. İndi o samolyotla kim uçur gəlir. Mən zaten futbolistlərin həyatına zəviyyət eləmirəm ustad sözünü. Yəni ki, bu adamlar nə qədər uçurlardı. İndi bu futbolçular ən çox uçanlardılar da. İndi başqa, yəni kimin həftəlik oyunları var, o ölkədən bu ölkə. Deyirəm bu insanlar necə bacarırlar da bu. Biz uçuruq arasa adamın leşi çıxır da. Yəni indi siz doğru. bax indi mən o sualı verirəm sənə. Mən sən başa düşürsən mən nə demək istəyirəm də. Elə də rəqiblər top rəqiblərindir. Elə də çətindir də bilirsən ki, hansısa bir dünyanın ən güclü orqanizasiyalarını şey. Yəni mən olmaz ki, yəni də o da imkana bağlanır. Yəni mən bilirəm ki, bir həftə 10 gün qabaq getsən, sən orada 2 qat daha yaxşı döyüş göstərəcəksən. Buna mən əminəm. Çünki 3 gün qalmış, 4 gün qalmış, 3 gün yox, 4 gün də yoxdur, 3 gün qalmış gedirsiniz də, düzdürmü? 3 gün qalmış getmək, mən başa düşürəm də həm yorğunçuluq, həm onun klimatizasiyası var, gedirsən. Çünki burayla, mən Yaponiyada olmuşam da, burayla saat fərqi var. Bu da saat fərqi də adamın azı bir 5 gün, 6 gün vaxtını aparır ki, adam orada özünə gəlsin. Düzdür qardaşım. İndi bu aydın məsələ, bu bağlanır maddiyyətə. Buradan da elə üzümüzü sponsorlara tuturuq ki, bizim idmançılarımız müəyyən bir çətinliklər olmasın deyə. Bu maddiyyət yaxşı olsa gedər 10 gün, 15 gün qalır orada azlaşır. Düzdür? Bu tərəfi mən danışıram, o heç. Sən istəyirəm o tərəfini danışasan ki, insanlar başa düşsünlər ki, elə bir ki, bir neçə. yəni mən düz deyirəm, səhv deyirəm, yoxsa yəni. Düzsən, düzsən.
Yəni bir neçə il bundan qabaq, bir 3 il bundan qabaq, yəni ki, mənim yadıma düşür də biz orada bir dənə Yaponiyalı bir dənə sponsor var idi. O həm də dietik yeməyi verirdi, pulunu verirdi. Və 5 gün qabaqda elə ki, yarış 3 günlük ateli tuturdu bizə və bu özdə öz cibindən, yəni bizə kömək edirdi. Deyirəm, banka idi, nəsə belə bir şeydi, organizasiya idi, nəsə kriptovalyuta məşğul idi. 5 gündə əlavə bu bizə götürürdü. Elə ki, orada ateli $400 da, biz qaldığımız Westin $400 günü öz cibindən verirdi. Yəni ki, nədir, biz gələk, öz Yapondur. Gəlir bizə kömək edirdi ki, biz 5 gün, elə ki, əlavə 8 gündən qabaq, bir həftə qabaq gedək, aklimatizasiya olaq, orada hazırlaşaq, çəkin, düzgün salaq. Və o sponsor da ki, bizə bir rahat bir 2 illik kömək elədi. Yadımdadır. Allah razı olsun. Hə, sağ olsun. Və ondan sonra eləyə bilmədi və elə bir ki, bu yəqin ki, pandemiya ərəfəsinə qədər idi, düzdür? Yox, pandemiyadan hələ o müddətdə, pandemiya müddətində idi. Və ondan sonra biraz deyəsən ona işlər nəsə düzgün getmədi, o kömək eləmədi və ondan sonra yəni sponsorumuz olmadı ki, biz gedək biraz vaxtından əvvəl gedib orada qalaq və döyüşə tam təxmini neçə gün vaxt, yəni ən azı bir həftə qabaq biz getməliyik ora. Ən azı bir həftə, minimum 10 günü normal əladır da, yəni 10 gün normal. Bəli. O olmalıdır. Rahat gedək çəkimiz orada təmizləyək, salaq eləyib özümüzə gələk ki, biz çünki döyüşə bilir. Çünki ən azından biz 11 saat yarım buradan uçuruq biz Yaponiya. Və buradan da 3 saatlıq, yəni Çerkezə Doha uçuruq ya da ki Türkiyə. 3 saat buradan, 11 saat buradan, yəni ki 15 saat biz ancaq havada oluruq. Hələ bunun 5-6 saat aralarda gözləməyə var. Aeroportda gözləməyə var. Hocam bir sutka. Və biraz, bəli, bir sutka biz yollarda olaq. Düzdür, indi biraz çətinçilikdir, amma ki niyə məcburuq da, yəni biz bu şəraitlə barışıb vuruşmalıyıq. Yəni deyir, vaxt olub ki, avtobuslarda gedənlər olub, heç günlərlə, sutkalarla hansı bir yarışa çatsınlar. Hər devrin deyir, özünün çətinliyi var. Yəni də bu çətinlik olmadan da bunun ləzzəti də yoxdur axı. Ancaq ki, istər-istəməz bu şərait varsa, bu imkan varsa, adam daha rahat. Yəni hazır. Mənim dediyimdə məsələ o idi ki, bizim izləyicilərimizə ki, bizim idmançıların əziyyəti öz yerində. Bu məsələn bu zaten 10 günlük də getdi, 15 günlük də getsə, bu bir günü yolda olacaq Yaponiyaya gəlib çıxmaq üçün. Bu ancaq ki tez gəlib çatanda 3 gün qalmış. Bu vaxt çatmır. Sən özünə gələsən deyə. Sadəcə sən psixoloji olaraq bilirsən ki 3 gün vaxtın var, sən hazırlayırsan ki, budur da, yəni bu yedim də budur, yemədim. Uyğunlaşmır da, yəni ki bu yuxu rejiminə uyğunlaşmır. Çünki sən bunu dərk eləsən də, ancaq bu bədən axı ona uyğunlaşmır axı. Yəni ki sən özünə inansan da, sən uzansan 11 saat yatmağa, sən bədən deyir ki, yəni ki beynin deyir ki, bu elə tezdir. 11-də yata bilməz. Çünki elə Bakıda başqa saatda çünki öyrəşib. 100%. Ona görə ən az bir 2-3 saatdan sonra uzanandan sonra sən gücbən yata bilsən. Biz yata bilmirik açıq, gecələr yata bilmirik. Çəki salırsan, eləyirsən, yorğunsuz yata bilmirik və ona görə də yəni o nə qədər əlləşsən, vursan, yuxu dərmanı atsan ki, tez yatasan. Amma ki bədən deyir ki, yox, hələ vaxt deyil. Yatma olmur ha. O yuxu dərmanında istəsən həmin o normal effekti vermir də. Ona məcbur elər ki, yatasan da yəni. Yəni ona görə baxın da həqiqətən çox çətindir. Bir də ki olur adam bədəni. Bir də ki o bizim indi düzdür, bizdə Yaponiya ilə bizim əlaqələr hansı səviyyədədir? Yəni hansı şirkətlər var, onu mən bilmirəm. Bilirəm ki, ən azından Yaponiya işləyən şirkətlər var. Yaponiyada işləyən şirkətlər var. Hansı ki Yaponiya ilə işləyirlər. Bu mümkün deyil olmasın. Yəni bizim idmançılarımız orada çıxış edirlər, Yaponiyada çıxış edirlər və istər-istəməz reklam olaraq, yəni bu çox böyük bir yaxşı inteqrasiya olardı üçün şirkətimiz üçün. Hansı ki Vüqar Mehman bizim uşaqlar orada vuruşanda o yəni Yaponiyanın özündə reklama görə. Zaten həmin o kriptaçı bizim o dostumuz illərdir ki bunu elirdi. Buradakı olan reklama görə yox, sırf Yaponiyada olan reklama görə. Çünki orada Vüqar geli, Mehman geli, ümumiyyətlə Rizin nömrə 1-dir də orada, yəni Yaponiyanın özündə. Ən güclü reklam bizdə burada hansısa bir bloqerlərin üzərindədirsə, orada ən güclü reklam idmançıların üzərindədir. Onu düzdürəm yoxsa necə? Razısınız məndən? Yaxşı olardı ki, müəyyən bir şirkətlər bu günləri üstünlük verirlər blogerlara, aralarında bizim dostlarımız da var, yəni hörmət elədiyimiz şəxslər də var. Mən bununla bağlı bir şey demirəm. Sadəcə olaraq ki, başa düşürəm, hər şey baxışa bağlanır, hər şey baxışlandır, reytinqlandır. Hamı çalışır ki, öz şirkətini belə inkişaf etdirsin də reklamla, yəni satışı bu şəkildə. Ancaq inanın mənə ki, bizim idmançılarımız var ki, hansı ki onların reklamından, storylərindən mən bilirəm də, yəni aktivliyindən heç onlardan dala qalmırlar. Sadəcə onlar bütün günü sırf söhbət ondan gəlib sözü balla keçirəm. Yəni insan gərək
ən azından patriot olmalıdır. Bayrağını sevən insansa biz bu bayrağı qaldırırıq, biz bu bayrağı tanıtdırırıq. Yəni o insan sənə kömək eləyəcək ki, hansı ki istəyir ki, doğrudan sənə bayrağın tanınsın başqa ölkələrdə və sənə o bayraq qalxanda fəxrləsin. Yəni o insandan eləyəcək, onu eləyə bilər, yəni eləyəcək. Və o insanda gərək ən azından yəni ki, patriotizm da bəli o gənclərə dəstək, o bugünkü günləri bəs belə insanlar həm gəncləri düşünmədilər ki, idmana meyl daha çox olsun. Var elə insanlar. Biri də elə Cevo dostumuz Caviddir. Buradan Cavidə və onun şirkətinə, Cevo şirkətinə salam deyirik. Hansı ki bizim o dostlarımızın, idmançılarımıza bütün sahələrdə imkanı daxilində dəstək olur. Həm də bizim motivator timin uşaqlarına Vüqardır, Mehmandır, Maqada onlara da dəstək olur. Fuad Tarverdidir. Yəni ona görə mən sən salam deyirəm buradan uşaqlarla bir yerdə. Mehman da inşallah ayın 24-ü komandamızın adını inşallah ki bilirəm ki uca olacaq. İnan ki mənə qardaş Grand Prix-nin kəmərini gətir, gör nə olacaq inşallah. Cavid buradan qardaş salam. Cevo'da işte formalar necə xoşunuza gəlir? Sağ olsunlar, qəbul edilər, getdim. Yəni Yarışa görə. biz qabaqlar başqa şirkətlərin adını çəkirdik. Başqa şirkətlərin məhsullarını giyinirdik. Onların adını çəkməyəcəm ki, reklam olmasın. Həm də ki pul vermək lazımdır reklam üçün. Bir də o qalsın bir arada. Bizdə Cavid var da, Cevo var. Cevo indicə zarafat edirəm. Cevo olan yerdə heç kəsdən biz pul almırıq. Yəni bizim marağımız nədir? Made in Azərbaycan şirkəti. Məsələn Cevo Mehman özünə bu Adidasdan şey gəldi. Təklif gəldi. Mehman $6,000 ayda maaş verirdilər. Dedi yox da. Dedilər Cevo dedilər. Az olsun. Özümüz ki olsun. Bir sən də Cevo'ya da yığır ki, qardaş sən kimsən, nə bilim, yəni biz olan yerdə sən adın idmançılar, maşallah, gör nə qədər idmançı var Cevo'nun ətrafında. Adidas olmaqla deyil, əsas odur ki, o idmançılara dəstək olasan. Nəsə. İnşallah mənə gəlir ki, vaxt gələcək Cevo'nun özü də yavaş-yavaş müəyyən bir yerə gəlib çıxacaq. O da bizim dostlarımızın, idmançılarımızın sahəsində birgə bizim yəni işləmək lazımdır. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Yaxşı qardaşım, indi Vüqarla danışdıq, istəyirəm özün də məlumat verəsən, özümlə bağlı Atif Amirovindən bir dənə özü bir təqdim elə. Adın neydi? Adın neydi sən? Biz indi hazırlaşırıq da Rəfət inşallah bir yerdə komanda. Mən həyatdan küsüb, yəni o qınamı yazarfası çəkisi aldı oradan. Biz genelde danışmışam. Ən azı 15 kilo vəs salıb, ora adam istərsə, yox 15 salır, indi 8 salıb 7 kilosu qalır. Da istərsəməz bədən üzülür və adamın hal olmur ki, danışmağa. İndiyənə kimi Grand Prix-də olmusan? Yox, Grand Prix-də olmamışam. Belə bir günə 4 döyüşdə vuruşmuşam, dünya çempionatına vuruşmuşam, udmuşam. Böyle bir Grand Prix bir gündə olacaq, 8 nəfəri, elə bir 3 döyüş olacaq bir günün içində. Səhər danışmacan 3 döyüş vuruşmalısan. Rəqiblər də çox yaxşı rəqiblərdir. Biz onlardan da yaxşıyıq. İnşallah udmağa gedirik İspanya. Başqa fikrimiz yoxdur. Yaxşı hazırlaşırıq. Sən indidən qonaqlığı. Allah, bax, yaxşı bir daha söz deyim sənə, bir maraq olsun da. Uduzsun Allah eləməsin. Sən nə verirsən? İkimiz gəlib oturup çay içirik. Ona baxayım. Çay qonaq. Sən mənim canım, bunun deyilindən bax. Mən deyirəm ki, bütün gedək Ağşəhərdə gəzək. Orada bir də kofe var, kofe içərik. Orada tutqalar var. Ha bax, eşidirsən bax, qoy biraz maraq olsun da. Yəni burada bir şey yoxdur da. Nəsə ki, bax, mən utsam da, sən utsun da, mən sənə deyirəm də. Ən azı olmasın, ən azı da olmayan yerdə 30 nəfərlik qonaqlıq verəcəm. Ən azı. Nətər söhbətdir? Ən az 7-8 nəmsi var. Yox, mən yığdığım adamlar olacaq. Neçə nəmi var? Ha? 7 dənə. Allah can sağlığı versin, onu demirəm. Onları bir dənə təmsil edən sən olacaqsan. Başqalarını özüm yığacam. 30 nəfərlik qonaqlıq. Ən azı. Kəmərlə, prezentasiya ilə zadla. Mehman toyunda 30 nəfər olacaq. Nəsə. Ha, ən azı ha, qardaşım. Ən azı dostlarımız hamımızda. İndən adınızı yazın. Ən azı. Sən uduzsun nə edirsən? Deddə qarışmaq şəhəri sən də qofa içərsən. Gəzəcəksən. Təmiz havada gəzmək lazımdır. Məsləhətləşərik. Məsləhət eləyək. Yaxşı. Rafa abi. Kimin obyektinə? Rafa olsun da. Gecən evet açılış oldu. Ha. Dostumuzun adı da gördün. Ha. Şükran da gəldi reklam elədi. Yox. Siz maşallah qardaş, siz belə baxıram bütün gün obyektlər açırsınız. Biraz hər həftə demək olar ki, obyektin açılışıdır da konkret.
Ya belə elə, ailə dostumun yerində qonaqlıq ver də elə. İnşallah verirəm. Nətər söhbətdir? Eyvallah. 30 nəfərlik yox, 10 nəfərlik qonaqlıq. Verirəm. Nətər söhbətdir? Qəşəng. Ha? Qəşəng. Qaqaş demirsən bayaqdan ki, mən belə Mən rahat mən şəxsən yəni ki, bu qararlığı deyirəm ki, mən istəyirəm Rüfət verən qonaqlığa gedim inşallah. İnşallah ora gedir. Mən də şəxsən istəyirəm ki, özüm verdiyim qonaqlığa gedim. Niyə? Demək, İstəyirəm ki, bilirəm, qalib olsun. Ya, Allah ya. istəyirəm, Allahın dostu istəyirəm ki, mən qalib istəyirəm ki, bir həm də ki, qalib olasan kəmər, yəni o nədir ki, yəni Peki nasıl bir dənə fikrimiz odur. Vallahi deyirəm heç nə fikirləşmirik də. Soda rahat ol da onda qardaşım. Mən ki, sən 10 nəfərlik qonaqlıq sən Mehman nə ki. qədər qohum əqrəbası var, hamısı mehman yazır, maraqlarını eləyir. İndi mən bir dənə söz deyim də. Sən bunu gözləmirdin, düzdür? Yox, gözləmirdim. Açıq heç birimiz gözləmirdik. Professor Ruslan mən bir gün səhər idi, saat məşqə durmuşdum. 9-un yarısı yazdı ki, bəs belə bir yarış var. Heç məndən soruşmayıb hə deyib. Mən deyir ki, deyir bəs bir gündə 8 nəfərdə hamısı yaxşı uşaqlardır, Grand Prix-dir. Bəs Rizinin döyüşçüsü kimi. Yəni orada hər yerdən döyüşçüsü var, sən Rizinin döyüşçüsü kimi də. Bu yəni biləsiz ki, bu Rizinin deyil də. Yəni bu qarışıq bir. Bu qarışıq bir Grand Prix-dir. Mən Rizinin döyüşçüsü kimi gedirəm ora. Yəni Rizini təmsil eləməyə gəlirsən. Rizinə səndən başqa kimsə var orada? Yox, Bir dənə bir sənsən. dənə mən gedirəm. Yaxşı qardaşım, o burada bir səndə əl ayaqdır da, düzdür? Orada şey yoxdur, MMA deyil də. Əl ayaq olacaq. Fəndi vardı. Var, Brasok var. Brasok var. Brasok var, bu MMA deyil də, düzdürmü? Kursanda kimdir? Yəni sən hardan bildilər? Bu yəni yəqin bunlar bilirlər ki, sən bu Bilirlər, orada bilirlər. yəni stoykada o yəni sən bilirlər də sən Orada Rize matchmakeri var. Hansı ki bir Şingo. mehmanda. Mən özü ilə də danışmışam. Özü də sağ olsun. Mehmanla nakavtlarını görüb bilib, yəni özü çoxdan mehmanda. Biz bilik ki bu bazası yəni əl ayaqda, yəni sanda şkolası bunda və ona görə təklif edib ki, sandadan yarışsa elə mehman vurursun. ay mehman çox maraqlı olacaq. Sinan sən Çursan məndən soruşmuydu. Belə dabran vermişəm sizə hazırlar. Dedim da sən vermisən. Yaxşı, neçə gün qalmış bildin onu? Bir ay qalmışdı. Yəni bir ay. Yəni vaxt var idi də Bir hazırlaşasan. ay var idi. Dedim mənə problem deyirdi də sən demisən belə də vuruşacaq mən oldum. İndi bu ilk Grand Prix həyatında Grand Prix-dən. ilk həyatında olan. Yəni necə Professional Grand Prix ilkdir. özünü necə hiss edirsən? Yaxşı. Yox, çox yaxşıyam. Yaxşı hiss edirəm. Motivasiya necədir? Motivasiya superdir. İndi vəs salmışıq biraz ola bilər belə Bu normaldır. Amma belə motivasiya çox güclüdür təbii. Yəni bilsən necədir? Məsələn, bu sənə Grand Prix olmayacaqsan da, Grand Prix-də olmamısan desən. Grand Prix-də olmamısan, yox. Bu ilk Grand Prix-sidir mehmanın. Ümumiyyətlə Grand Prix-də iştirak etmək istərdin. Təklif olsun deyə vuruşmayım, əlbəttə ki. Təklifə baxır da. Yəni inanmıram da bizim salda kimsə atqaz eləyər. Yəni yaxşı Yox, mən o heç kimə inanmıram. Ya hamı qəbul edər onu. Grand Prix-ni. Günə 3 döyüş, günə 5 döyüşdə olsa hamısı qəbul edəcək onu. Yəni heç kim bizdə atqaz eləməz onu. Yaxşı, Grand Prix-də maksimum neçə döyüş olur ki? 3-dən yuxarı olur ki, 4-5 olur. Məncə 3 döyüş maksimum. Emmada olmur o şey belə 2-3 dənə, maksimum 2 dənə ola bilər. Harası ret. MMA-da. Ancaq bu sən dediyin əl ayaqda olur da, yəni sən biraz MMA-da məncə biraz daha ağır olur da, yəni. Emmada hə, o biraz çətindir o üçün çünki yarım kay bunlar boks əlcəyini vursalar. Ha, sizdə boks əlci olacaq. Boks yəni yarım olmayacaq da, Yox, yəni MMA da. Boksun prostaki biraz şeyə də, biraz balaca şey də. Balaca olmasa amma kaskası, şitkisiz 3 raund. Bu sənin üçün həm də yeni bir vızvdır. Yəni bu sənin üçün həqiqətən çox maraqlı bir şey oldu. Yəni, Yəni mən maraqlı, sanda çox vuruşum da, maraqlı. yəni belə məsələn özü ki həmişə üstad verib. Sanda vuruşub, Həmin yəni da eyni çox sanda. maraqlı. Bu bir sınaqdır da bu var. Bəli. Bu bir sınaqdır ki, illərdir, son vaxtlarda Vüqar mehman özü sonuncu dəfə şeydə döyüşdü də, yayda Sibrizdə. Orada elə çıxmaq onunla düşmən bir oldu. Yeni bir soğudum ya sürüp vurasan. Orada elə çıxmaq onunla düşmən bir oldu. O zaten bilirdi ki, o qədər acı idi ki, o qədər döyüşmək istəyirdi ki, təxminən 1 ilə yaxındakı vuruşmurdu da, 1 ilə Axırda qədər. Rizində döyüşənəm. 1 ildən çoxdur da, 1 il yarım olardı təxminən. İl yarım idi. İl yarıma vuruşmurdun və bu sənin üçün elə bil ki, çox maraqlı bir təklif oldu ki, həm qayıdasan, həm də ki bu 1 il ərzində vuruşmadığı 3 döyüşlə şeydə bağlayasan söhbəti 3 döyüşlə inşallah sən uğurlar arzu edirik. İnşallah. Biləm çətin olacaq, ancaq ki bilsən necədir? Sən də ola ən çox orada həmin o qalibiyyəti sən istəyirsən. Çox. Bir də səndən 37 yaşın var da sən. Orada bəs 37 yaşlı var idi yoxsa? yoxsa? Orada ən çox 28-dir. Hamısı 26, 20-yə baxmışam.
Və Vüqar döyüşçülər analiz eləmişəm. Orada məsələn tanıyıram ki, məsələn Akif Quluzadə ilə vuruşan uşaqdır, ikinci gözləyir onu orada. Yəni Onun rəqibi də çox yaxşıdır. ola bilər keçəcək, keçməyəcək, ancaq yaxşı uşaqdır. Uşaqdır rəqibi. Akiflə olan döyüşünə baxmısan onun? Yaxşı uçdu, 3. Çox yaxşı vuruşub da. Mən orada idim, Taylandda idim. He's going up the middle. Fury's combinations connected to the chin with that right hand. Oh, as he lands a beautiful hand combination to a head kick. Akifdən sual verəndə ki, bu 5 döyüşün arasında ən çətin hansı olub? Bir səndə o biri razvorotla vurdu, şey elədi. O da tam boy oxşurdular. Guluzada looks away a lot, like he's taking his eye off the ball. 5-i də güclü rəqibləridir. Ən çətini biri sən bu birinci. tamam. Çünki 3 döyüş, 3 raund, üçündə də demək olar ki, qırışdılar da. Yəni prosta Akif ilk döyüşü idi. Orada 4 döyüş döyüşmüşdü. Çox səliqəli. İndi bax yenə də indi o döyüşünə, yəni ən azından döyüşlərinə baxa bilərsən. Burada da sənin məsələndə sənin təcrübən, istəsəmiz o rolu oynayacaq. Vnoslividir. Yəni baxırsan ki, həqiqətən orada ən əsas məsələ indi şeydən söhbət gedir də, Vnoslivdən söhbət gedəcək. Səndə necədir? Yox, yaxşıdır. İstəyirəm. Vüqar bilən. Deyirəm ki, qıraqdan yəni gördüyüm kimi, yəni ki, doğrudan çox yaxşı formada Mehman indi hazırdır və inanmam ki, kimsə yəni ki, əllərdə Mehman üstələsin, əl ayaqda üstələsin. Çünki doğrudan indi hamılar boksyorların özlərinin bir nömrə Azərbaycanda işləyib, olan işləyib, yəni əllərdə bir şey ki, bu adilər ki, doğrudan Mehman əlləri çox qəşəngdir, yəni əl ayağı çox sürətlidir, hissiyatlıdır. İstərsəməz indi MMA başqadır, amma ki, doğrudan da ki, yəni ki, boks əlcəynətin böyle Mehman ələyək, mən inanmam kimsə Mehman orada qalib gələ bilsin. İnşallah. İnşallah ki, təkə qalib gəlsin. İnşallah. Yəni mənəm Ruslan müəllim, yəni bizim zal uşaqları, yəni ki, hamısı bilir ki, Mehman çempiondur Allah kimi. İnşallah 24-dür. Allahın ki 20 sən şeydə olacaqsan da, Dağıstanda olacaqsan. Sən Dağıstanda olsan bu həftə gəlsən, Xadmacı. Hə, bazar günü gəlirəm inşallah. Dağıstanda olacaqsan. Daha şey deyildi, Həbibin zalına gəlsən də inşallah. Həbibin zalı maşallah, yəni Çox yox, mən də olmuşam orada, Vüqar da olmuşub orada. gələcəkdə inşallah Allahın köməyi ilə qismət olar. Bizdə də belə bir şey olar. Bunların bazası kimi də qıraqdan gələn idmançı. Çünki bilsən necədir? Qıraqdan gələn idmançılar çox lazımdır ki, sən yəni istərsəmiz eyni zal çağır Mehmandır Məhəmmədov. Necə? Mehman Məmmədov. Məmmədov da bir də qalın Nur hə, qoyur. da Nur, hə, inşallah. Nurun gəlində. Mən deyirəm, Üzvün nuru var da səndə, bildin? bax qardaş, mən deyirəm inşallah karyerasını bitirsin. Sən bir də sponsorda bir də zal çağır Nur Məmmədov. İnşallah. Nur Məmmədov necədir sən? İnşallah. Allahın köməyi ilə özü Mehman, yəni mən bilirəm ki, çox güclü trener olacaq. Amma mən demişəm. Sən bilsən Elif. Vallahi mən hər yerə deyirəm ki, idman öz yerində. Sabah sən karyeranı bitirəndən sonra səndən bir dənə trener olacaq ki. İnşallah. Yəni ki, o həqiqətən o elədir. Vüqarı bilmirəm məsələsi çatır, səbri var, səbri yoxdur. Ümumiyyətlə trenerliklə bağlı fikrin nədir? Trener olmaq istəyirsən? Bilmirəm. Mən deyirəm ki, ona da fikirləşməmisən. Sən çünki karyeranı ilə bağlamağı fikirləşmirsən. Qaldı ki, trenerliyə. Ancaq mən daha çox fikirləşirəm biznesə tərəf gedəcəksən. Daha çox biznes inşallah özü ki sən Buna biznesdə yaraşır. yaraşmır? Nə yaraşır qardaşa? Niyə olub ki? Məncə vuruşsun, çıxsın. Niyə qardaş biznes yaraşır? Nə olub ki bu qardaş belə promoyuna biznesmen siması var. Amma orada Mehman bir dənə tələbəsi var, neçə illərdir yanına gəlir. Bapbal uşaqlıqdan Mehman məşq keçir Akoş. Yəni o Akif. O uşaq yəni gəlirdi yumurta təpiyyatım, ya bapbaladı bu. Bala neçə yaş var sən yana gəlsən sən? Uşaq idi, hə. Yəni uşaq idi də, yəni ki, amma indi Respublika modu, professional modu. professional döyüşü budur. Yəni ki, maşallah neçə yaş var indi? İndi 16 təzə oldu. Texnikası bunu, əl ayaqda stoykasıdır. Yəni maşallah Mehman onu canavarlayıb da. Qardaş, yəni mən müəlliminlə yaxşı görürəm. Yo, mən Deyirəm sən ki, o deyirəm Mehman səndən yaxşı güləşir. neçə il məşq edirsən qardaşın? Akoş. 7 7 il var, 6 il var. Yo, Çox. 4 il 4-5 il. 4-5 il oca gətir. Yəni real deyirəm məsələn ki, inşallah gələcəkdə hamı görəcək ki, Mehman necə məşqçi olacaq. Aydın məsələdir ki, bu məsələdə Ruslan müəllimin təcrübəsindən çoxlu almısan da. Yəni dirək götürməlisən də, öyrənməlisən də. Sən indi Ruslan müəllimlə öyrənəcəksən. Neçə yaşın var sənin götür dünyasında? 100%. Yəni sən reallıqla danışaq da bu günlər bildiklərini hamısını Ruslandan götürüb də kimdən götürüb? Hə, deməli qardaş, uğurlar arzu edirəm hər ikimizə. 31 inşallah Vüqar hazırlaşır, gedir Dağıstana. Dağıstana sizdən başqa gedən var? Elə bizim Deyəsən mən görməmişəm. Yəni kimdən ancaq sizdə Maqa sən getmirsən mi? Olmusan Dağıstana. Ora həm də ki düşmə belə çətindir. O zala orada məşq edənlər orada Dağıstanda bir nömrələr var ki, o zala götürmürlər. Öz necə deyim, öz başqa Dağıstanda məşq zallarda oradan bura düşmək üçün mən orada uşaqlar var idi ki, biz geri kafedə otururduq.
deyil harda məşqdə deyirəm bəs səbəbiniz adı ki, bəs nə düşmü sonra? Biz də istəyirik zad gəlib. Dağıstan uşaqlar da bildiniz ağızdakı namı Elizadda ESD vuruşanda. Dedim burada nə vuruşan. Bax bu qar. Şey ki, Silah olmaz. yaxşı sən nətər düşdün? İndi bilirəm sən çempionsan. Yəni ondan yoxsa yəni kimsə tanıyan səni var, o tanışlıq var. Bizim dostumuz Tural Ragimov. Ha, o Turala buradan, Turala buradan böyük salamlar. Şamil Cavid demişdi. Onlar yəni Xəbib də İslam da ikisi də Turalı izləyirlər yəni. Tural Ragimov legendadır, əfsanədir. Tural Ragimov bizim ən köhnə döyüşçülərimizdəndir. Hə, Tural Ragimov. Ha, o deyib. Prosta biz də getmişik, bir epizosun o necə söz o da tərifləmişdi bizi. Biz də necə var yəni ki, getdik. Onlar görürlər ki, doğrudan yaxşı idmanslardır və rüsat idmanslardır. Və dedilər ki, ikinci dəfə də gələ bilərsiniz. Yəni, üçüncü dəfə gedirəm. Yəni, bizi rahat qəbul edirlər də. Yəni, deyəndən sonra. Yəni, orada kiminsə tanışında yenə gəlirlər, orada uşaqlar zadlar, harasa gəlirlər, baxırlar ki, Urvin deyil. Deyirlər ki, sən başqa vaxtı gəl. Axşamlar, bəzli biçi vaxtlar var. Deyirlər, sən axşamazda gəl. Yəni ki, qoymurlar da orada. Səhərə qəbul eləmirlər. Yəni, rekomendasiya. Rekomendasiyanı Tural Ragimov elədi. İkincisi də gördülər ki, uşaqlar icdahadır. Buradan Tural Ragimova salamlar. Tural Ragimovun verilişi var bizdə Motivator Sportsda. Girib daxil olub baxa bilərsiniz. Mən mənə elə bir yerdən vuracam ki, baxarsınız. Bu çəkişin axına qədər böyrü üstə qalsın. Amma mən heç vaxt yəni özümdə fikirləşməmişəm ki, kimsə məndən güclüdür. Ki, mənim ayağım yox, bu ayağımla vura bilmirəm, siz mənə əllə işləyə bilərəm, güləşə bilərəm. Bir də qulaq, sənin o firmenli brasokun var, o salto fransam o. Qaşım cırıldı orada, burnum sındı. Bir az danışanda söhbət oldu ki, insanların çox elə belə idmançılar indi indi belə qara qabaq, nə bilim, əsəbi, ancaq elə deyil. 66 kilogramın Grand Prix'si başlayır. 2 milyon yarım verirlər dollar. Əlimi verədim, müəllimə dedim ki, palet islamalı. Barmağım dedi ki, belə bax görür ki, mənim barmağım bu barmağım qısalıb. İstəmirsən sənə turnirdə zireliş olsun. Mən də həmişə qana işləyirəm də. Dedi ki, mən sənə hər gün o pulu verirəm, amma gəl məşqi verə, sənin gələcəyin var. Həqiqətən Tural həqiqətən çox yaxşı qardaşdır. Yaxşı müsəlman dostumuz, qardaşımızdansa ki... Ay bala! Qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Eksklüziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 99 89. Inline Az. Kimlərlə daha vuruşmayıb da. Ona görə Tural krasavçik, Tural həqiqətən. Bunu da həmişə qeyd etmək lazımdır. Çünki bilən var, bilməyən var. Baxınlar, yəni bizdə bir dənə problem bilsə nədir? Bizdə uğura sevinən azdır, uğursuzluğa sevinən çoxdur. Yəni, bax, üzvü duracaq, güləcək, deyəcək ki, qardaş, mən səni uğurlar arayın, ancaq o üzdədir. Ancaq daxildə deyil, çıxıb geçsəydi, bir dənə birinci döyüşdə udursaydı, çox təəssüflər olsun. Çox təəssüflər olsun ki... Ağrıq, uduzdun vahşi. Hə, bir məsələ var. Qalib oldun... Nə deyirsən? Kimə nə deyiblər, nə olur? Uduzdun vahşi deyirlər ki... Hə, indi təsəvvür elə ki, indi burada danışırsan, qardaş, normaldır da, özvə inanmağın, danışmağın ki, udacağım. Bu hansı idman üçün görmürsən ki, yox, mən çıxıram uduzmağa? Mən vəziyyət pis olacaq, mənə cıracaqlar orada. Elə idman üçün yoxdur. Ay, 15 yol vəsal ki, gəl budacaq. Qardaş, yəni mən bizə nədən danışıram? Bu əslində çox böyük bir mühüm söhbətdir. Əslində biz bunlardan danışmalıyıq da. İndi necə hazırlıq zat öz yerində. Uğurdan, uğursuzluqdan. Bu günlər uğur qazanan adamın yanında hamı gəlir. İndi Vüqar udub, Kəmər Vüqardadır. Mən biləm də onda tam başqa cür yanaşırlar. Tam Vüqar özü də başa düşür də nə demək istəyirəm. Ancaq bir dənə get uduz günə, elə bil ki, elə bir şey olmayıb. Elə bil ki, Kəməri Azərbaycana gətirməmisən. Yəni bu çox təəssüflər olsun ki, bu belədir. Mən insanlıq ona deyərəm ki, insanın yanında utdun da yanında olasan, uduzdun da. Mənə gəlir ki, uduzanda daha çox insanlar dəstək olmalıdırlar ki, insana. O insan daha da güclü qayıdır. Ancaq gəlib görəndə ki, baxırsan ki, bu sən dünən sənin oturub çörək yeyən adam, bugün sən axtarmır ki, hər nədir ki, sən ondan
səndən xeyrin yoxdur, yaxud da oje həmin nəticəni vermirsən, bu təəssüf olsun ki, belədir. Əslində elə olmamalıdır. Bir-birimizə dəstək olmalıyıq, birimizin uğuruna sevinməliyik, uğursuzluğuna yox. Biz isə vallahi deyirəm uğursuzluğa sevinirik. Niyə belədir? Ancaq başqa ölkələrə baxırsan, başqa idmançılara baxırsan, indi adlarını çəkməyəcəm də, o hansı ki, hamı bilir də kimlərdən söhbət gedirdi. Baxırsan, bu belədirlər. Düzdür. Və belədirlər, həm biz bildik necə, baxın nəticə də var. Nəticə o halda olacaq ki, hansı ki biz birləşib, necə ki Qarabağda 5 il bundan qabaq bu Zəfər Bağınızı təbrik edirəm, 5 il bundan qabaq bir belə dəmir yumruq olduq, nəticə əldə elədik. İdmanda da, hər yerdə də, istər musiqidə, hər yerdə bu lazım, birlik lazımdır. Sənə də uğurlar arzu edirəm ayın 24-ü. 31-i inşallah yeni il bayramında bizim Azərbaycan xalqımızı inşallah sevindirəsən. Nə sözünüz var, nə fikriniz var, onu da deyin, verilişimizə görə. İndi ümidimiz mehmanadır, inşallah mehmanın qəlbə gözləyir. İnşallah. 24-ü inşallah. Bir də ki bizim dostlarımız da vuruşur, Xəzər də vuruşur, Rüstəmov, bir də ki Rüfət Əsədov vuruşur. Ayın 29-u Moldovada, onlara da buradan uğurlar deyirəm inşallah. Bütün bizim idmançılarımıza, Rüfətə də, Xəzərə də, inşallah Turanın özünə də uğurlar arzu edirik Allahın köməkliyindən. Yenə deyirəm, biz birlikdə güclüyük. Gəlin, bütün idmançılar birləşsinlər, fərq etməz kim hansı idmandadır, necədir. Hamı bir-birinə dəstək olsun. Yəni, sabah Vüqar olanda, Mehman olanda, Akif, yəni fərq etməzdir bizim idmançılarımız qələbə qazananda story-də arada bir paylaşın. Nə olar ki, bir-birinizi paylaşasınız, bir-birinizin... Ən azından bir dənə şəkilə bir dənə like qoyun. Like qoy günən, ən azından likelayın. Orada boş-boş adamları TikTokda da like eləməkdənsə, bir-birimizi dəstək ola. Valla deyirəm, düzgün işləsək, düzgün, yəni dediyimiz kimi eləsək, yəni bizi ancaq uğur gözləyəcək, inşallah. Ona görə əsas sizə can sağlığı arzu edirəm. Qalan şeylər də yavaş-yavaş düzələcək. Mən sənə inanıram. Elə olsun ki, qonaqlığı mən verim. Sən verməyəsən. Sənə əl sıxdıqda qonaqlıqdan. Razısan məndən? Uduzsun, sən versən, udsam mən. Bax, bunu da burada qeyd elədik. İnşallah, bax, deyirəm ki, mən uduzmaq istəyirəm. İlk dəfədir ki, mən uduzmaq istəyirəm. Heç vaxt ki, mən yarışda, inşallah, Vüqar da onu gözləyir. İnanın ki, mənə, mən kəmər gəlsin bir dənə. Vüqar, söz verirəm ki, elə bir şey olacaq ki, elə bir şey olacaq ki, elə bir şey olacaq ki. Gəl əlimizi kəs sən. Əlimizi kəs. Burada yavaş olacaq. İki tərəfli yer. İki tərəfli yer. Mən uduzum da, bırak. Mən uduzum, gör nə olacaq da. Danışdıq. Özü axırda deyəcəm ki, Vüqar, ondan soruşmayacağım. Deyəcəm, Vüqar necədir? Səndən intervyu alacağım ki, qonaqlıqla bağlı. Fikirlərimi deyəcəksən. Mən kimisə götürə bilərəm də. Sən deyəcəm, hə, yəni onu deyəcəm. Yox, qardaş, yox, mən qulaq az. O qonaqlıqda, bilsən, qardaş, qulaq az. O qonaqlıqda bilsən necə olacaq? Ancaq tanınmışlar. Baxacam səhifəsinə. Baxırlar bəzi yerlərdə ki, baxmırlar kimdir, bu nə uğur qazanır. Dilə səhifəsi nə qədərdir? Hamı onu soruşur. Biz də onu bundan sonra, bugünə kimi elə eləmirdi. İndi bundan sonra hamı necə biz də elə. İnşaya götürəndə, nə deyirlər ona, siyahını götürəndə baxacaq ki, səhifəsinə. Baxacaq səhifəsi yoxdursa, hansı yerin sahibidir, hansı işin sahibidir. Çünki həmin o, qardaş, bu adam 100%. Belə olmaqla, bir dənə sual verir. Bu adam gedəcək orada, uğur qazanacaq, gələcək, düzdür? Grand Prix şeylə də gələcək də, düzdürmü? Ona gəlib şəkil çəkdirmək çox adam istəyəcək, düzdür? Ona nail olmaq lazımdır. Orada hər adam ola bilməz. İndidən yazın. Baxacaq kimləri dəvət edir. O həmin o qalibiyyətə biraz maraq qatdı bu tema. Yox, interes qatdı, yoxsa necə? Mən sənə qonaqlığın lazım deyil. Sən elə ki, mən bunu eləyim sənə. Nətər söhbətdir? Partladacaq, söz qardaşlar. Allah razı olsun. Sən mənə inanırsan? 100% qardaş. Mən 30 deyirəm, mənim nəfər gələcək. 30 dənə belə deyirəm, nəsə. Bir dənə şəkil çəkdirək. Sağ olun, kommentlərinizi yazın. Həm şey Mehmanla bağlı, familiya nə etsən? Məmmədovla bağlı. Nur Məhəmməd. Ha, yəni kommentlərinizi yazın da. Vüqar inşallah 31 vuruşur. İndi əsas Mehmanın kommentlərini